Baş üzvlər. Cümlənin baş üzvləri deyəndə iki üzv nəzərdə tutulur. Mübtəda və xəbər. Mübtəda. Birinci dərsimiz olacaq mübtəda. Cümlənin ən müstəqil üzvü. Ən müstəqil üzvü. Və bunu yadda saxlayın. Mübtəda heç vaxt hər hansı bir cümlə üzvündən asılı olmur. Mübtəda hansı cümlə üzvü ilə əlaqəyə girirsə, ancaq əsas tərəf olur. Aslı tərəf ola bilmir. Heç bir halda nəzərinizdə saxlayın bunu. Mübtəda kim, nə və hara suallarından birinə cavab verir. Haraya sualına cavab verə bilməz. Ancaq bu formada. Cümlədə ancaq adlı halda olmalı. Bu birinci olsun. İkinci, adlıq hallı söz. İndi burada söz birləşməsi olmalıdır. İkinci tərəfə adlıq olmalıdır. Məsəl üçün, söz birləşməsi ilə ifadə olunur. Yadınızda saxlayın. İfadə olunur. Yəni, mübtəda bu formada olur. Mübtəda quruluşca sadə və mürəkkəb olur. Sadə və mürəkkəb olur. Mübtəda haqqında bunları biz indidən bilməliyik. Və ən müstəqil üzv olduğunda nəzərimizdən çıxartmamalıyıq. Mübtədanın ifadə vasitələri var. Bir deyəcəm. Mübtədanın birinci ifadə vasitəsi. Özdə hansı mübtədalara? Belə bölgü formasında verim, qoyun bunu. Deməli, birinci danışaq sadə mübtədalardan quruluşca. Sadə mübtədalar. Deməli, sadə mübtəda nə deməkdir? Sadə mübtədalar keçən dərs demişdik. Nitq hissəsi və frazeoloji birləşmə. Frazeoloji birləşmələrdə ifadə olunan mübtədalar sadə mübtədalar sayılır. Bəs ifadə vasitələri hansıdır? Sadə mübtədanın ifadə vasitəsi ən çox istifadə olunan isim. Adlıq halda olan isim. Məsəl üçün, deyirəm ki, Rüfət gəlir. Nə edir? Gəlir. Kim? Rüfət. Azərbaycan gözəldir. Necədir? Nə cürdür? Gözəldir. Hara? Azərbaycan. Bu formada. İkincisi, sifətlə ifadə oluna bilir. Nə vaxt sifətlə ifadə oluna bilər? Sifət isimləşəndə. Məsəl üçün, deyirəm ki, qoca bura gəldi. Nə etdi? Gəldi. Haraya? Buraya. Kim? Qoca. İgid bastığını kəsməz. Nə etməz? Kəsməz. Kimi bastığını? Kim? İgid. Burada sifət isim vəzifəsində, yəni ismin yerinə keçərək mübtəda vəzifəsində çıxış elədi. Say. Məsəl üçün deyirəm, 10 7-dən böyükdür. Necədir, nə cürdür? Böyükdür. Nədir böyük olan? 10. Nədən böyükdür? 7-dən böyük. Say burada mübtəda vəzifəsində çıxış elədi. Və yaxud da ki, birincilər gedir. Gedirlər. Nə edirlər? Gedirlər. Kim? Birincilər. Daha sonra əvəzlik. Əvəzlik. Mən tanıyıram. Nə edirəm? Tanıyıram. Kim? Mən. Və yaxud da ki,
belələri çoxdur. Nə qədərdir? Çoxdur kim? Belələr. Daha sonra zərflə ifadə oluna bilir. Zərf. Hansı zərflərlə ifadə olunur? Bunu belə yadınızda saxlayın. Yuxarı, aşağı, irəli, geri, ora, bura, irəli, ora, bura. Əsasən bu tipli yer zərfləri yadınızda saxlayın ki, hara sualına cavab verəndə, amma haraya sualına cavab verə bilməyəndə cümlədə mübtəda vəzifəsində çıxış eləmiş olurlar. Baxın. Yuxarı mənzərəlidir. Necədir, nəcürdür? Mənzərəlidir. Hara? Yuxarı. Haraya mənzərəlidir deyə bilməliyik. Burada yuxarı olacaq mübtəda. Amma fikir verin, deyirəm ki, yuxarı qalx, nə et qalx, haraya, yuxarıya. Burada haraya deyə bilirəm, bu olacaq zərflik. Bu formada fərqləndirəcəksiniz. Təkrar edirəm. Yuxarı, aşağı, irəli, geri, ora, bura sözləri hara sualına cavab verəndə, haraya sualına cavab vermirsə, mübtədadır. Əgər haraya sualına cavab verirsə, artıq zərflik vəzifəsində çıxış eləmiş olacaq. Nəhayət gəldik feil. Feillərdən də olacaq feili sifət. Bunu belə yazaq. Feili sifət. Məsəl üçün, deyirəm ki, danışanlar sustu. Sustular. Nə etdilər? Sustular. Kim? Danışanlar. Və yaxud da ki, yazdıqlarım budur. Nədir budur? Nə? Yazdıqlar. Daha sonra nə ilə ifadə oluna bilir? Feil nədir? Məstərlə. Məstər ilə ifadə oluna bilir. Məsəl üçün, oxumaq faydalıdır. Necədir, nəcürdür? Faydalıdır. Nə? Oxumaq. Yəni, bu formada bir şey. Məsəl üçün, yazmaq lazımdır. Lazımdır. Nə lazımdır? Yazmaq. Bu formada bir şey. Bundan sonra sadə mübtəda ifadə oluna bilir. Frazeoloji birləşmələrlə. Həmin frazeoloji birləşmələrdə feili sifət məstərdə olur da əsasən. Məsəl üçün, deyirəm ki, cin atına minmək adətidir. Adətidir. Nə? Cin atına minmək. Bu formada. Söz atmaq pisdir. Necədir? Pisdir. Nə? Söz atmaq. Bu artıq olacaq frazeoloji birləşmələrlə ifadə olunan mübtəda. Və nəhayət sonuncu mübtədadır ki, daha doğrusu sadə mübtəda olacaq qoşmalı söz. Çox vacibdir bu. Qoşmalı sözlər. Qoşmalı sözlər cümlədə mübtəda vəzifəsində çıxış edə bilir. Özü də bura kimi qoşmasından söhbət gedəcək. Bax, bu kimi qoşması. Baxın, deyirəm ki, sənin kimilər çoxalır. Neydir çoxalır? Kim? Sənin kimilər. Sadə qoşmalı sözdür bu. Və yaxud da ki, onun kimilər indi yoxdur. Nə vaxt yoxdur? İndi yoxdur. Kim? Onun kimilər. Bu da oldu bizim sadə mübtədanın ifadə vasitələri haqqında bilməli olduqlarımız. Çox ehtiyatlı olun bu nüanslarda. Bu yazdıqların hər biri sadə mübtədanı formalaşdırır. Siz yadda saxlamalısınız ki, nitq hissəsi əgər cümlə üzvü əgər sadə olmaq istəyirsə, ya nitq hissəsi ilə ifadə olunmalıdır, ya frazeoloji birləşmə ilə ifadə olunmalıdır. Yəni morfologiyada
keçdiklərimizdən əsas etibarilə. Bu oldu bizim sadə mübtəda haqqında bilməli olduqlarımız. İndi danışaq biz mürəkkəb mübtəda haqqında. Mürəkkəb mübtədanın ifadə vasitəsi. İfadə vasitəsi və yaxud da ki, vasitələri. Deməli, əgər biz mürəkkəb olmaq istəyiriksə, sintaksisdə keçdiyimiz şeylərdən danışmalıyıq. Yəni, mürəkkəb adlar, bir də nə? Bir də söz birləşmələri. Bu mürəkkəb mübtədanı formalaşdırır. Harada belə bir şey görürsünüz, bilin ki, mürəkkəb mübtədadır. Baxın, söz birləşmə ilə ifadə olunan söz birləşməsi. Söz birləşməsi ilə. Deyirəm ki, məktəbin həyəti genişdir. Necədir, nə cürdür? Genişdir. Hara? Məktəbin həyəti. Onun sözləri həqiqətdir. Nədir həqiqətdir? Nə? Onun sözləri. Və yaxud da ki, dərs oxuyanlar bacaracaq. Nə edəcək? Bacaracaq. Kim? Dərs oxuyanlar. Hər işi vaxtında görmək, deyək ki, can rahatlığıdır. Nədir? Can rahatlığıdır. Nə? Hər işi vaxtında görmək. Bu olacaq bizim əsas etibarilə mürəkkəb adlarımız. Bunları bir balacada deməli, açıq formada yazacağım. Məsəl üçün, yazacağım ikinci növ təyini söz birləşməsi ilə. İkinci növ təyini söz birləşməsi ilə ifadə olunanlar. Məsəl üçün, Bakı küləyi misilsizdir. Qısa cümlələr yazmağa çalışıram. Necədir? Misilsizdir. Nə? Bakı küləyi. Və yaxud da ki, bayraq meydanı təmir olundu. Təmir edildi. Nə edildi? Təmir edildi. Hara? Bayraq meydanı. Sonra üçüncü növ təyini söz birləşməsi ilə təyini söz birləşmələri ilə məsəl üçün deyirəm, xalqın ən məşhur mahnısı deyək ki, budur. Nədir? Budur. Nə? Xalqın ən məşhur mahnısı. Və yaxud da ki, deyə bilərik ki, dünyanın sonu bilinmir. Nə edilmir? Bilinmir. Nə bilinmir? Dünyanın sonu. Bu oldu üçüncü növ təyini söz birləşməsinə ifadə olmuş mübtəda. Aralarına söz də girə bilər, ona görə bunu yazdım. Sonra feili birləşmələrdən fikir verin, məsdər yazmıram, məsdər tərkibi yazıram. Tərkibi, çünki aralarında fərq var. Məsdər tərkibi. Onlar demək, deyək ki, kitabları səliqə ilə rəfə yığmaq onun adətidir. Nədir? Onun adətidir. Nə?
kitabları səliqə ilə rəfə yığmaq, məsdər tərkibi. Burada ehtiyatlı olmaq lazımdır. Sonra fe'li sifət tərkibi ilə. Fe'li sifət tərkibi ilə. Bütün bu işləri həll edən odur. Kimdir odur? Kim bütün bu işləri həll edən? Bir də deyə bilərik ki, məsəl üçün, telefon satan bizi tanıdı. Nə etdi? Tanıdı. Kimi? Bizi. Kim? Telefon satan. Mürəkkəb adlarla ifadəsindən mürəkkəb adlarla ifadəsi. Yenə də mürəkkəb mübtədadan söhbət gedəcək. Mürəkkəb. Çünki əgər biz mübtədanı mürəkkəb adlarla və söz birləşmələri ilə ifadə ediriksə, belə mübtədalar mürəkkəb mübtəda adlanacaq. Deyirik ki, qız qalası xalqın deyək ki, tarixi abidəsidir. Nədir? Xalqın tarixi abidəsidir. Hara? Qız qalası. Bu olacaq mürəkkəb ad. Sonra Xəzər dənizi deməli bizim neft mənbəyimizdir. Nədir bizim neft mənbəyimizdir? Hara? Xəzər dənizi. Bu oldu mürəkkəb adlarla ifadə. Yəni, bu formada veriləcək. Və yaxud da ki, biz belə bir şey deyə bilərik. Deməli, Azərbaycan Respublikasının deyək ki, Təhsil Nazirliyi yeni qayda belə deyək, qəbul edib. Nə edib? Qəbul edib nəyi? Qaydanı. Necə qaydanı? Yeni qaydanı. Hara? Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Bu mürəkkəb adlarla ifadə olunan deməli mübtədadır. Və yaxud da ki, xalq artisti bu söhbəti təksib etdi. Təksib etdi kim? Xalq artisti. Bu da oldu mübtədanın mürəkkəb adlarla ifadə olunması. Mürəkkəb adlarla ifadə olunan mübtəda da mürəkkəb mübtəda. Mübtəda ilə xəbərin mübtəda və xəbərin uzlaşması. Nəyə fikir verəcəksiniz? Birinci, mübtəda cəmdədirsə, mübtəda cəm, fikir verin, xəbər cəm. Ümumiyyətlə, uzlaşma bunu tələb edir. Hələ qrammatik normaya keçmirəm. Uzlaşma əlaqəsindən danışırıq. Mübtəda cəm, xəbər cəm. Məsəl üçün, insan anlayışı bildirəndə o formada bir şeylər yazacağam ki, hər şey qarışmasın bir-birinə. Deməli, deyirəm ki, qonaqlar artıq getdi yaza bilmərəm mən. Yazmalıyam ki, getdilər. Bu formada. Məsəl üçün, deyirəm ki, uşaqlar gəldilər. Bu, kəmiyyətə görə uzlaşma adlanır. Kəmiyyətə görə uzlaşma. Nəyi çatdırmaq istəyirəm sizə?
Sizi necə aldadacaqlar? Məsəl üçün, deyirəm, gələnlərin çoxu, indi yazıram, getdi, getdi. Fikir verin, bu cümlə doğrudur. Amma yazsam ki, gələnlərin çoxu getdilər, getdilər. Bu artıq yanlışdır. Yəni, burada siz larlar görürsünüz, mən bunu başa düşürəm. Amma üçüncü növ təyini söz birləşməsində, ümumiyyətlə söz birləşməsində ikinci tərəf əsas rol oynayır və feillə uzlaşan, daha doğrusu xəbərlə uzlaşan onun ikinci tərəfidir. Ona görə gələnlərin çoxu getdi olmalıdır. Və yaxud da ki, deyirəm ki, qocaların hamısı razı idi. Daha razı idilər deməyəcəm. Niyə? Çünki ham sözü təkdədir. Bu olacaq mübtəda xəbər arasındakı uzlaşma. Nəzərinizdə qalsın. İkincisi, əgər mübtəda təkdədirsə, mütləq şəkildə xəbər də təkdə olmalıdır. Məsəl üçün, deyirəm, oğlan qışqırdı. Qışqırdı. Deyirəm, gül açıldı. Bu formada bir şey, bunu nəzərdə saxlayın. Bu uzlaşma əlaqəsinin tələbləridir. Yəni, mübtəda cəmdədirsə, xəbər cəmdə, mübtəda təkdədirsə, xəbər təkdə. Qrammatik normanda ayrıca keçəndə onu izah edəcəm. Bu oldu bizim mübtəda haqqında bilməli olduqlarımız.